90-cı dəqiqə yenə Teylor Mütəllimov imzası. Nə hiss edirsən, nə demək istəyirsən azarkeşlərə? Heç azarkeşlərə onu demək istəyirəm ki, siz sadəcə möhtəşəm idiniz. Yəni sizin köməyiniz çox oldu. Həqiqətən azarkeşlər bir dəqiqə belə dayanmadılar. Baxmayaraq ki, yəni hesabda geridə idik, yenə də azarkeşlər yəni coşqulu idilər, çox belə səs-küylü idilər. Ona görə onların sayəsində, köməyin sayəsində və Allahın izni ilə qolların ardı-arda gəldi və əlhəmdülillah qələbə qazandı. Oyuna daxil olanda qol vuracağını hiss eləyirdinmi? Belə deyək, zaten mən hansı oyuna çıxsam belə bir dəqiqə, 2 dəqiqə bütün rəhbər deyək, yəni uşaqlar, rəhbər, orada oturan masajistlər olsun, hamı deyir ki, Teylor vurarsan yenə də vurarsan. Əlhəmdülillah. Bu dəfə də deyirlər, Allah şükür, yəni moment orada dəyərləndirə bildik. Teylor amma çox möhtəşəm ölü zonaya, ayaq içi, yəni sanki illərin usta futbolçuları kimi vurdun. Özündən bax belə bu qolu necə təsvir eləyərdin özün üçün? Belə deyək, zaten 31 yaşım var. Yəni o aralarda arada belə o momentlərdən çıxmalıyam. Yəni momentlərdən, yəni 19-18 yaşım yoxdur ki, yəni hardasa bir güdüləyim. Düzdür, alınmayanda da alınmır, amma alınanda Allah'a şükür dəyərlənir bildim. Təbrik edirəm. Sonradan meydana daxil oldun, qolu da vurdun, amma hesabda geri olanda skam ehtiyatlar, yəni nə fikirləşirdin ki, yəni həmin an olmaq istəyirdin meydanda? Valla həmin an, yəni belə deyək, inanırsınız ki, həmin an istəyirdim ki, kimsə qol vursun, ən azı əlavə vaxta geçsin, yəni belə fikirləşirdim. Amma Allah şükür də, yəni elə oldu ki, hakim həqiqətən möhtəşəm oynadı, o sürədələndi və mənə şans yarandı. Orada Allahdan gələn şey bir şey, gözəl bir şey. Əsas məqam nə oldu qələbədə? Hansı anda anladınız ki, qələbə artıq sizin oldu? 2-2-dən sonra, yoxsa 3-2-dən sonra? Valla o əlavəyə gedəndən sonra gördük, dedik ki, bunlar həqiqətən yorulurlar. Yəni belə deyək, biz də yorulmuşduq. Sadəcə bir azarkeşlərimiz, bizim üstünlüyümüz var idi. Yəni onlar səskə olduqca biz daha da həvəslənirdik və elə bil ki, biraz daha da güc bizdə çox olurdu onlardan. Orada azarkeşlərimiz. Şablon sual olacaq, yəni hamıdan soruşduq. Sən kim istəyən böyük rəqiblər olacaq Çempionlar Liqasıdır? Arzuladığın, yəni azarkeşlərlə Avropada bir böyük klublar var, yəni ki, istəyərdin. Valla arzuladığım belə deyək, hansı klub olur olsun, yəni əsas ki, nəticə gözəl olsun. Yəni fərqi yoxdur. Yəni Real olsun, Rus olsun. Yəni inşallah ki, odur ki, nəticə qazana bilək, yaxşı oradadır. Yəni orada da bugünə kimi tarix yazmışıq, istəyirik inşallah bundan sonra da tarixlərimizi yazarıq. Nəticə